Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda izləyicilərin xahişi ilə rəngli paltardan ləkəni necə çıxarmaq olar, onu sizə çəkib göstərəcəm. Qeyd edim ki, paltarın üzərində nar, müxtəlif meyvələrin ləkəsini, yağ ləkəsini çətin çıxarmaq olur. İndi sizə göstərəcəm. Həqiqətən də paltarın rəngini soldurmadan asanlıqla ləkəni çıxarmaq olar. Qabın içərisinə təxminən 2 yemək qaşığı pereks əlavə edirəm. Üzərinə 1 yemək qaşığı da adi qab şampunu əlavə edirəm. Qab şampunu yağçı ölçüsü ilə də əvəz etmək olar. 2 yemək qaşığı qədər də çay sodası əlavə edirəm. Sodadan ləkənin üzərinə də ayrıca əlavə etmək lazımdır. Məhlulu yaxşıca qarışdırdıqdan sonra ləkənin üzərinə tökürəm. Bolluca məhluldan əlavə edib təxminən 15-20 dəqiqə saxlayıram. 15-20 dəqiqə keçdikdən sonra ləkəli hissələrin üzərinə limon sıxıram. Yenə təqribən 10 dəqiqə saxlayıram. Tasın içərisinə yerləşdirib üzərinə isti su əlavə edirəm. Əgər paltar qırışmağa meyillidirsə ilıq su əlavə edin. İlk istiliyi çıxdıqdan sonra əlimlə ovxalayıram. Görürsünüz, artıq ləkəsi üzərində yoxdur. Sonra soyuq suda bir dəfə də sabunlayıb təmiz-təmiz yuyacam. Bu üsulla əlavə paltar yuyan maşında yumağa ehtiyac olmur. Ləkə tam çıxmış olur. Sonda suya çəkib sizə göstərəcəm. Artıq gördüyünüz kimi paltarın rənginə ziyan dəymədən üzərindəki ən çətin ləkələri asanlıqla çıxarmış olduq. Sizlərə də bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Əgər videom sizlər üçün faydalı oldusa, yeni videoların davamı üçün izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmayın.